Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salamlayıram bütün dinləyiciləri. Deməli, biz Quran dərsləri ilə bağlı olan belə deyək də silsiləmizi davam elətdiririk. Biz bundan əvvəl Quran hərfləri və Quran oxunmasına əlifbaya giriş adlı kitabı öyrəndik, oxuduq. İstifadə edənlər, öyrənmək istəyənlər öyrəndilər. Yəqin ki, onlar üçün faydalı oldu və Quran oxumaq əzəmətli bir ibadətdir və yetər ki, insanın hər hərfə görə 10 savab qazanmaq şansı var. Bu, böyük ibadətdə. Çox ibadətlərdə belə həm asanlıq yoxdur, həm də bu qədər əcir, eyni anda cəm olması biraz gəlizdir, biraz çətindir. Amma Quran bizim üçün bu məsələni asanlaşdırır. Hərfləri öyrənəndən sonra, məsələn, sukun, sonra fəthə, sonra kəsrə öyrənirsən. Sonra Quranı zəif axışla da olsa, səhvlərlə, xatalarla da olsa oxumağa gücün, qüdrətin olur. Bundan sonra gələn mərhələ təcvid adlanır. Təcvid sözü, təcvid termini, təcvid nə deməkdir? Təcvid lazımdırmı, yoxsa lazım deyil? Vacibdirmi, yoxsa vacib deyil? Və ya təcvidin faydası nədir falan. Biraz o məsələlərə toxunarıq və sonra inşallah gələn dəfədən, gələn dərsdən artıq təcvid dərslərimizə başlayarıq və onu bir-bir hökmləri, əhkamları, qaydaları, çox müxtəsər formada, məqsədimiz müxtəsərdir. Çox aydın, başa düşülən formada çatdırmaqdır. Burada heç bir ixtilaf, heç bir dərinlik olmayacaq. Sadəcə olaraq üzdən bir müsəlmanın Quranı təcvidlə oxumasını hasil eləmək necə olur? Necə bunu əldə eləmək olar? Onu öyrənəcəyik. Etimad edəcəyimiz kitab bizim Elşən müəllimin Quranın təcvidi ilə bağlı cəm etdiyi kitabdır və ya risalədir. İzləyicilər də ona baxa bilərlər. Məqsəd bu risaləni seçməkdə insanlar arasında çox yayılmasıdır. İnsanlar arasında ən çox yayılıb bu. Allah Teala'dan istəyirəm ki, Allah Teala həm bizə, həm cəm eləyənlərə, həm dinləyicilərə xeyir bərəkət versin. Təcvid sözü nə deməkdir? Cəvvədə feilindəndir. Təcvid sözü bir şeyi gözəlləşdirmək deməkdir. Bir şeyi gözəl eləmək deməkdir. Təcvid elmi isə xüsusən Quran-ı Kərimə xas olan bir elmdir. Onunla sən Quranı necə nazil olub, necə Allah onu nazil edib və necə Peyğəmbər sallallahu əleyhi və səlləm onu oxuyub, o oxunuşa bacardığın qədər yaxınlaşmaqdır. Təcvidlə sən Quranı gözəl oxuyursan və onu düzgün tələffüz edirsən. Düzgün orada əhkamları düzgün yerinə yetirərək, hərflərin çıxma yerlərini düzgün çıxardaraq, Quranın nazil olduğu və Peyğəmbər sallallahu əleyhi və səlləmin oxuduğu formada oxumağa cəhd edirsən. Bir ki, sahabələrin vaxtında və Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında təcvid deyə bir elm yox idi. Çünki təcvid elmi sonradan, qeyri-ərəblər üçün əsasən qurulmuş və yazılmış bir elmdir. Başqa elmlər kimi, başqa elmlər də sonra yazılıb. Hədis elmi olmayıb Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında, nə də usulü fiqh elmi olmayıb, nə qavaid olmayıb, hədis qaydaları və ya usul əqidə olmayıb və başqa heç bir elmlər indiki formada, indiki kitab və bu indiki nizamda olmayıb. Lakin belə tətbiqat, o elmlərin tətbiqi olub. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında mərfu hədis, zəif hədis, munqati hədis və ya belə şeylər olmayıb. Olmayıb qiyas, olmayıb ictihad, olmayıb mutlaq, olmayıb müqəyyət, hansı ki, bu da usul elmində işlədilən ibarələrdir, sözlərdir, bunların mənaları var. Lakin bunlar hamısı Quran və sünnədən götürülüb. Bunların hamısı Quran və sünnədən götürülüb. Təcvid elmi də qaydalardan ibarətdir. Peyğəmbər sallallahu əleyhi və səlləmin qiraətinə
yaxınlaşmaq üçündür. Yəni Allahın nazil etdiyi kitabı Allah istəyən kimi oxumağa yaxınlaşdıran qaydalardır və təcvidlə oxumağa Quranda dəlillər var. Təcvidlə oxumağa, yəni gözəl şəkildə oxumağa. Allah Teala buyurur ki: "Varattilil Qur'ana tərtilə." Quranı tərtil oxu. Yəni tələsmədən, düzgün, yəni sözlər aydın olsun, hərflər aydın olsun. Aydındır. Bu ayə Müzzəmmil surəsinin 4-cü ayəsidir. Yəni və gətirilib ki, kitabda Əli radiyallahu deyir ki, yəni tərtil sözü, yəni gözəl tələffüz və Quran oxunanda dayandığın yerləri bilməkdir və onu gözəl şəkildə oxumaqdır. Deməli, gözəl şəkildə oxumaq da təcvid elmi ilə nə edir? Yəni, nə olur? Hasil olur. Yəni, Quran-ı Kərimin təcvid qaydalarını oxumaq, yəni bu işdə biz yardımcı olmaq istəyirik, köməkçi olmaq istəyirik. Yəni bilirsiniz ki, Quran oxumaq ola bilər insanda, belə deyək də, yaxşı oxumaması onda tənbəllik yaratsın, onda üzüntü yaratsın. Lakin Peyğəmbər s.ə.v deyib ki, Quran-ı Kərimi yəni təntiyə və yaxud da yəni kəkələyə oxuyan da savabı var, bir savabı var. Amma Quranı yaxşı oxuyan savabı mələklərlə bərabərdir. Yəni o daha üstündür. Lakin aşağıda da əcr və mükafat var. Çünki sən Allahın kəlamını oxuyursan. O səbəbdən. Və təcvid nə üçündür? Dedik, gözəl oxumaq üçündür. Məqsəd Peyğəmbər s.ə.v-in oxunuşuna, Quranın nazil olduğu oxunuşa yaxınlaşmaqdır, düzgün oxumaqdır. Faydası odur ki, Allahın kəlamını düz oxuyursan, yəni eyibsiz oxuyursan, yəni qüsursuz oxuyursan, yəni hərfə qatmırsan, qaydanı qaydaya qatışdırmırsan, düzgün çatdırırsan və hökmü barədə alimlər ixtilaf ediblər. Doğru görüş budur ki, vacibdir, hökmündə deyil. Yəni vacib deyil, lakin öyrənmək müstəhəbdir, gözəldir, yaxşıdır. Yəni kim bacararsa Quran-ı Kərimi təcvidlə oxumağı öyrənmək, qoy öyrənsin. Aydındır? Çünki o Quran-ı Kərimə bir başqa bir gözəllik verir və insanın səsi də gözəl olarsa, bu ona bir başqa gözəllik qatır. Necə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, səsinizlə Quranı gözəlləşdirin. Yəni burada da təbii ki, bunda öz qaydaları var, öz nizamı var. Yəni necə gəldi, yəni səslə gözəlləşdirmək də düzgün deyil. Lakin müəyyən bir dərəcə, müəyyən bir yer, müəyyən bir həddə qədər eyb etməz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi sahabələri və Peyğəmbər sallallahu əleyhi və səlləm özü gözəl səslə və bizdə Kəb radiyallahu və başqa sahabələr İbn Məsud radiyallahu, onlar gözəl səslə vəsf olunublar hədislərdə. Həmçinin Davud əleyhissalamın gözəl səsi olduğu Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verib. Yəni hər bir halda bu da köməkçi, yəni vasitələrdəndir. Aydındır, həddi zatında məqsəd deyil təcvid. Təcvid sadəcə olaraq vəsilədir. Səs həddi zatında məqsəd deyil, amma bir vəsilədir. Aydındır, həddi zatında məqsəd nədir? Allahın kəlamını oxumaq. Məqsəd budur. Allahdan istəyirəm ki, Allah Teala bizə müvəffəqiyyət nəsib eləsin və kitabın eyb etməz üzünü göstərsək, kim istəsə baxar bundan, inşallah tapar və bununla biz davam edərik, öyrənərik və qul mə təsməun və sallallahu ala nəbiyyina Muhammedin və alə alihi və sahbə ecməin.